Salam uşaqlar. Çalışmalara baxaq, səhvlərə qrupa yazdığınız 7-ci çalışmada deməli, kəsirləri toplayanda birinci mötərizələrin için eləyirik. Kəsirləri toplayanda mütləq məxrəci eyniləşdirməliyik. 3-ə vuranda oldu, toplayanda 3 tam, hər ikisinin məxrəci 9-dur. 6-nın üstə 4 gələndə 10. Bölünsün. Yenə ikinci kəsiri eyniləşdirmişəm. Vurmuşam hər tərəfini 3-ə. Oldu 4 tamın üstə 2 tam gələndə 6 tam, 27-də 26-nın da üstə 2 dəfə 3 6 eləyir də 26-nın da üstünə 6 gələndə 32. Kəsirləri böləndə və vuranda tam ola bilməz. Düzgün olmayana çevirməliyik. 9-u 3-ə vuranda 27, üstünə 10 gələndə 37. 9-da 37 vurulsun. 27-ni 6-ya vurub üstünə 32 gələndə 194 eləyir. Bölmə əməliyin vurmaya çöndərdim və bu da 27-də 194 idi. Tərsinə 194-də 27. Bir dəfə, 3 dəfə 37-ni 3-ə vurduq. 111, məxrəcdə 194. Cavablarda mexaniki səhv gedib. Yəni bu cavabda yoxdur. Amma misalda problem var. Yəni belə yazılış forması düzdür. Deməli, bu sualın nömrəsini kim qrupa yazıbsa, deməli, diqqətli işləyir. İşləyib, görüb ki, cavabı alınmır. Gəldik, baxdıq növbəti misala 15-ci sualımıza. 15-ci sualımıza. 15-də deyir ki, bizə 3-də 1 və 7-də 4 arasında məxrəci 21 olan neçə ixtisar olunmayan kəsir var. Bunları 21 düzəldirik. 3-də 1 ilə 7-də 4 arasında olsun. Bunları 21 düzəldək. Vurduq 7-yə, vurduq 7-yə, vurduq 3-ə, 3-ə. Oldu 21-də 7. Bu hissə oldu 21-də 12. 7 ilə 12 arasında ixtisar olunmayanları götürürük. Biri 21-də 8-dir. Çünki 21 ilə 8 heç nəyə ixtisar getmir. 21 ilə 9 olmur. Hər ikisi 3-ə gedir. 21 ilə 10 götürürük. 21 ilə 11-i götürürük. 21 ilə də 12 arasında deyəndə onsuz da özləri sayılmır. Bax, cavabımız oldu 3 dənə. 1, 2, 3. 21-də 8, 21-də 10, 21-də 11. 21-də 9 isə götürmədik. Çünki 3-ə ixtisar gedirdi. 15-ci sualımızda yazdıq. Gələk 20-ci sualımıza baxaq. 20-nin nömrəsini qoyublar. Deməli, 20 yaxşı sualdır. 20-ci sual yaxşı, çox yaxşı sualdır. Diqqətlə baxaq. Deməli, n kvadratı çıx 5 bölünsün n çıx 2-dir. N-in neçə natural qiymətində kəsirin qiyməti natural olar. Elə yazaq ki, n çıx 2-yə bölünsün. N çıx 2-yə bölünməsi üçün bunu n kvadratı çıx 4 çıx 1 kimi yaza bilərik. Çünki məxrəcləri də ayrı-ayrılıqda yazanda n kvadratı çıx 4 çıx n çıx 2-də 1 yaza bilərik. Onsuz da məxrəcimiz eyni olanda bir kəsirdə yaza bilirik də. Bunu niyə belə yazdım? Çünki 4 2-nin kvadratı deməkdir. N kvadratı çıx 2-ni də vuruqlara ayıranda olur n çıx 2. N üstə gəl 2. Məxrəcində də n çıx 2 olur. Bir də çıxılsın 1 böl n çıx 2. Burada n çıx 2-lər ixtisarı gedəndə bizim misalımız qaldı. Kəsr ehtiyac yox idi. Bizim misalımız qaldı n üstə gəl 2 çıxılsın 1 bölünsün n çıx 2. Burada n-in yerinə hansı natural ədədi qoysaq bu hissə natural olacaq. Biz elə düzəltməliyik ki, kəsirimizin sürətində bir dənə ədəd qalsın, sadəcə hərf qalmasın. Ona görə bax bunların hamısından istifadə elədim. Deməli, bu fərqi yoxdur, burada kəsir yoxdur deyə nə qoysaq natural ədəd olacaq. Biz təkcə fikirləşirik bu hissəni. Yəni, n-in yerinə nə yazsam, bunun cavabı natural ədəd olar. N-in yerinə bir dənə 3 yazsam. N-in neçə natural qiymətində 3 dənə, bir dənə. Çünki n-in yerinə 3 yazanda 3-dən 2 çıxanda 1, biri 1-ə böləndə ancaq natural ədəd eləyir də, biri başqa heç nəyə böləndə natural eləmir. Ona görə n-in neçə dənə cavabı uyğun gəldi? Bir dənə cavabı. Həmin cavab neçədir? 3. Deməli, bir dənə cavab uyğun gələr, 20 olar D variantı. Gələk 21-ci sualımız da var. 21-ə baxaq. 21-ə. Deyir ki, bunu vuraq, ötərsənin qarşısındakinin hər birinə vurub açırıq.
Bunlar standart tipli misallardır 20, 21. Yəni bunları əzbərdən bilmək lazımdır. N-in kvadratı üstəgə 5n üstəgə 8 bölünsün n. Deyir n-in neçə tam qiymətində kəsir tam ədəd. Oje tam qiymət deyir. Burada yəni mənfiləri də nəzərə almalıyıq. Ayrı-ayrı kəsirlərdə yazırıq. Bir dəfə n kvadratı böl n üstəgə 5n böl n üstəgə 8 bölünsün n. Burada bundan ixtisar getdi, bir dənə n qaldı. Burada bunlar ixtisar getdi, bir dənə 5 qaldı. Misalımız oldu 8 bölün. N-in yerinə hansı tam ədədləri qoysaq, 8 hansı ədədlərə tam bölünür? 1-ə, 2-ə, 4-ə, 8-ə. Bir də tam ədəd dediyinə görə bunların mənfisini də götürürük. Deməli, neçə dənə oldu? 8 dənə. N-in 8 dənə tam qiymətində. Gəlib 22-ci sualımıza baxaq. 22-ci sualımızda deyir ki, yenə n-in natural qiymətlərində kəsir tam olsun. N-in yerinə natural qoyacağıq, amma kəsirin cavabı tam da ola bilər. 22-ci suala baxırıq. Yenə ayrı-ayrı kəsirlərdə yazacağıq mütləq. Yəni bu qaydanı unutmaq lazım deyil. N bölünsün n üstəgə 8 bölünsün. N-i ilə böləndə 1 üstəgə 8 böl n. İndi deyir n-in hansı natural qiymətlərində 8-in bölündüyü natural ədədləri yazırıq. 1, 2, 4, 8. Aldığı qiymətlərin cəmini tap. N 1 olanda 8-i 1-ə böləndə 8, üstünə 1 gələndə 9. Deməli, 1 qoyanda cavabımız 9 oldu. Üstə gəl. 2-ni qoyanda 8-i 2-yə böləndə 4, üstünə 1 gələndə 5. 2-ni qoyanda 5 oldu. 4-ü qoyanda 8-i 4-ə böləndə 2, üstünə 1 gələndə 3, üstə gəl. 8 qoyanda 8-i 8-ə böləndə 1, üstünə 1 gələndə 2. Bunları da toplasaq 8, 9-un üstünə deməli 5 gələndə 14. Üstünə 3 gələndə 17, 19. Cavabımız 22-də B variantı olar. De var bizdə 25-ci sual. Görək 25-də nədir? 25-ci suala baxırıq. Deyir ki, yolun 16-da 9 hissəsi təmir olunduqdan sonra 77 təmir olunmamış qaldı. Biz olunmuşla olunmamışı heç vaxt hesablaya bilmərik. 77 təmir olunmamışdırsa, deməli kəsir hissədə də təmir olunmamışı tapmalıyıq. 16-dan 9-u təmir olunubsa, 16-da 16-dan 16-da 9-u çıxanda 16-da 7-si də deməli təmir olunmuyub. Bir də təmir olunmayan hansıdır? 77. Bir də deyirəm. Olunmuşla, təmir olunmuş hissəyə baxa bilərik. Təmir olunmamışla olunmamışa baxmalıyıq. Burada qəsdən birin təmir olunmuş verir, imtahanda da belə verir. Birin olunmamış verir. Sən fikirləşməlisən ki, olunmuşla, təmir olunmuşla olunmamışı bir hesablaya bilmərik. Biz fikirləşdik ki, yolumuz 16-da həmişə bütöv olan hissə 16-da 16 deməkdir. 16-dan 9-u təmir olunubsa, deməli 16-dan 7-si təmir olunmuyub. Bir də 77-si təmir olunmuyub. 16-da 7 hissəsi 77 olan ədədi tapanda 77-ni bölürük 16-da 7-yə. Bu da bərabərdir. 77 vur 7-də 16. Tərsinə çöndür də bölməyin qaydası. Bunda məxrəci yoxdursa 1-dir. 1, 11. O da bərabər oldu. 11-i 16-ya vuranda, onu vuranda 160, 176. 176. Deməli, yolun uzunluğu nə qədərdir? 176 kilometrə bərabərdir. Bir də sonuncu sual 30-u istəmisiniz. 30-cu suala baxaq. Deyir ki, iki briqadada birlikdə 33 işçi var. Birinci briqadakı işçilərin sayı, ikinci briqadakı işçilərin sayının 8-də 3 hissəsini təşkil edir. Bunun da çox sadə yolu var. Məsələn, deyir ki, birinci briqadadakı işçilərin sayı digərinin 8-də 3-ünə bərabərdir. Digərində y-lə götürsək, x bərabərdir 8-də 3y. Amma bunu bu şəkildə yazmaq qətiyyən yaxşı deyil. Uşaqlar bəzən ya birini x, birini 8-də 3x götürür.
Birini x götürür, birində 8-də 3 x götürür. Qətiyyən belə eləmirsiniz. Biri digərinin 8-də 3-ün hansısa bir hissəsini verirsə, birin 3k ilə götürürük. Birin sürətin k-sını götürürsünüz. Birində məxrəcin k-sını götürürük, 8k. 2 bir qada da birlikdə 33 işçi var. Bəs salam bərabər elədik 33-ə. 11k bərabərdir 33. K bərabərdir 33-ü 11-ə böləndə 3. İkinci bir qadadakı işçilərin sayında biri 3k idi, biri 8k idi. K-ya 3 olanda biri 24 oldu, biri də 3 dəfə 3 9. Deməli, birindəki 9-dur, o birisindəki də 24-dür. Bizdən də 24-ü soruşduğuna görə misalımız A variantı oldu. Bir də deyirəm, məsələn, deyir, sinifdəki qızların sayı oğlanların sayının məsələn, deyir, oğlanların sayının 5-də 3-ünə bərabərdir. Onda qızları götürürsünüz 5k, oğlanları götürürsünüz 3k. Yəni, bunu yadınızda saxlayın. Birini x, birində 3-də 1 x falan götürməyin. Bu qədər, çünki bu qədər tapşırıqlar demişdiniz ancaq.